Bakıda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə bütün Türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə ortaq ideal, gələcək və ortaq fəaliyyəti müzakirə olunduğu panel toplantı keçirilib. Heydər Əliyev mərkəzində təşkil edilən tədbirdə Türk Dövlətlər Təşkilatına üzv və müşahidəçi Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından dəvət edilən nümayəndələr iştirak ediblər. Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Aptekin Cihangir İşbilir çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. O bildirib ki, paneldən əvvəl Türkiyə və Azərbaycan ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Akif Aşırlı Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyri-türk dövlətlərində yaşayan türklərin qayğı və problemləri ilə məşğul olacaq ayrıca bir strukturun yaradılmasını təklif edib. Bu qurum Borçalıda, Suriyada və digər dövlətlərdə yaşayan türkləri özlərində birləşdirməlidir. Qazaxıstan Türk Akademiyasının sədr müavini Aksat Kesikbayev isə ortaq türk tarixi kitabının yazılması üzrə həyata keçirilən işlərdən danışıb. Türk Dövlətləri Təşkilatının Macarıstan təmsilçiliyinin icraçı direktoru Balas Hendrik isə ölkəsinin Türk Dövlətləri Təşkilatının fəaliyyətindəki rolunun önəmindən bəhs edib. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altın isə toplantıya göndərdiyi video müraciətdə sözü gedən tədbirin Türk dünyasının firavanlığı naminə uğurlu olmasını arzulayıb. Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Murad Adiloğlu, Söylə Ağazadə, Rəsul İsayev, Səs TV.